hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Mən əvvəlcə özümü təqdim edeyim. Mən Vəfa Kamilova, Şəmkir rayonunda yaşayıram. Şəmkir rayonunda məktəb direktoru vəzifəsində çalışıram. Direktorların, müavinlərin işə qəbuluna, kitabxanaçıların, təsərrüfat müdirlərinin, uşaq birliyinin, katibələrin, ümumiyyətlə məktəbdə, ümumi təhsil müəssisələrində vəzifələr üzrə hazırlıqlarımız təşkil olunur və bununla bağlı müraciət etmək istəsəz 050 859 34 81 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Zaten YouTube kanalımızda nömrəmiz göstərilir. Və əlbəttə ki, YouTube kanalımıza abunə olun ki, sizi maraqlandıran suallarla tanış olasınız. Deməli, mən bugün sizə Bakı Şəhəri Təhsil İdarəsinin saytına daxil olub, burada qeydiyyat linki ilə bağlı paylaşım etmək istədim. Həddindən artıq çox sual verilir. Kitabxana müdirlərinə, kitabxanaçılara staj tələb olunurmu? Gəlin sizlərlə birlikdə bu məsələyə aydınlıq gətirək. Baxırsınız ki, paylaşım 18-i 3-cü ay 2025-ci ildə deməli paylaşılıb. Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri, kitabxanaçı, laborant, çağırışa qədərki hazırlıq rəhbəri vəzifələrinə, həmçinin məktəbə qədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin qeydiyyat mərhələsinə start verilir. Buradan görürsünüz ki, məktəbə qədər təhsil müəssisələrində, baxın, bu vurğulanıbdır. Deməli, fikir verirsiniz, mən tam açıqlığından danışmaq istəyirəm. Birdən sizin üçün yorucu ola bilər, amma həddən artıq bununla bağlı suallar verilir. Ona görə mən məcburam ki, çox xırdalıqlarla bunu izah edeyim. Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində fikir verirsinizmi? Ümumi təhsil müəssisələrində, yəni məktəblərdə kitabxana müdiri, kitabxanaçı, laborant, çağırışa qədərki hazırlıq rəhbəri vəzifələrinə. Sonra deyir ki, məktəbə qədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin qeydiyyat mərhələsinə start verilir. Deməli, təsərrüfat müdiri üçün imtahanda iştirak etmək istəyirsinizsə, bu məktəbə qədər təhsil müəssisələri üçün nəzərdə tutulubdur. Ümumi təhsil yox. Baxırsınız, uşaq birliyi rəhbərinin də deməli, qeydiyyatı hələ başlamayıbdır. Deməli, məktəblərdə kitabxana müdiri, kitabxanaçı, laborant, hərbi rəhbər, bağçalarda isə, yəni məktəbə qədər təhsil müəssisələrində isə təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə qeydiyyat start verildi. 18-i 3-cü ay 2025-ci il tarixdən. Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 18 mart və 6 aprel 2025-ci il tarixinədək qeydiyyatdan keçməlidirlər. Deməli, martın 18-dən aprelin 6-sına qədər qeydiyyat müddətidir. Həmin müddətdən qeydiyyatdan keçirin. Ondan gec olsa, siz 5-də artıq 6-sını saxlamayın da, 5-də artıq son gün kimi özünüzdə götürün, nəzərdə saxlayın və qeydiyyatdan keçin. Sonra namizədlər aşağıda qeyd olunan linklər vasitəsilə müsabiqəyə dair məlumatlarla tanış ola və qeydiyyatdan keçə bilərlər. İndi biz keçək, baxaq nəyə? Ümumi təhsil müəssisələrində kitabxana müdiri və kitabxanaçı vəzifəsinə. Burada qeydiyyat linki var. Bura daxil olaq da. Qeydiyyat linkində isə sizdə, deməli, burada göstərilir ki, 6 aprel 12:00-dək bu link aktivdir və burada da deməli, burada da göstərilir ki, müraciət edən namizədin məlumatları yoxlanılır. Ondan sonra da imtahanda iştirak etmək üçün tarix və məkan haqqında telefon nömrənizə SMS vasitəsilə məlumat göndərilir. Və imtahana gedərkən şəxsiyyəti təsdiq edən sənədi, şəxsiyyət vəsiqənizi də özünüzlə götürməlisiniz. Baxın, burada çox diqqətli olun, məlumatları dəqiq qeyd edin, səhvlik olmasın. Təvəllüdünüzdə, telefon nömrənizdə, çünki baxın, bu telefon nömrənizə göndəriləcək, sizə məlumat telefon nömrənizə göndəriləcək. Ona görə çalışın ki, heç bir hissədə səhvlik etməyəsiniz, diqqətlə tələsmədən deməli, qeydiyyatdan keçəsiniz. Deməli, nəzərinizə çatdırılır ki, məlumatların düzgünlüyü ilə bağlı məsuliyyətin namizəd özü daşır. Bu, əlbəttə ki, belə olmalıdır zaten.
Məlumatlarda uyğunsuzluq olduğu təqdirdə müsabiqənin istənilən mərhələsində həmin namizəd üçün işə qəbul prosesi dayandırıla bilər. Xahiş olunur ki, məlumatları daxil edərkən diqqətli olasınız. Bunlar bildiyimiz məqamlardır, əlbəttə ki, diqqətli olmaq lazımdır. Qeydiyyat linkini, deməli, bu hissədən qeydiyyatdan keçirsiniz. İndi gəlin müsabiqə elanına baxaq. Bu hissədən daha çox sual olur. Deməli, burada kitabxana müdiri və kitabxanaçı vəzifəsinə işə qəbul müsabiqəsinə dair elan göstərilir. Ümumi məlumat verilibdir. Ümumi məlumatda göstərilir ki, kitabxana müdiri və kitabxanaçı kitabxanaya daxil olan ədəbiyyatın qəbulunu və kitabxananın fondunun şotunu aparır. Kitabxana fondunu və kataloqlarının elmi əsaslarla təşkilini təmin edir. İnformasiya daşıyıcılarının saxlanılması, sistemləşdirilməsi və yerləşdirilməsini təmin edir. Biz zaten hazırlıqlarda bunların hamısını keçirik. Sadəcə burada qısa məlumat göstərilib. Deməli, müxtəlif yaş qrupuna daxil olan oxucular üçün uyğun ədəbiyyatı və informasiya resurslarını müəyyənləşdirir. Keçirik, kitabxana müdiri və kitabxanaçı bunları bilməlidir. Təhsil haqqında qanundur, nümunəvi əsasnaməsidir. Ümumi təhsil müəssisəsinin kitabxanasının nümunəvi əsasnaməsindən gedir söhbət burada. Kitabxana işi haqqında qanunu bilməlidir. Kitabxanaşünaslıq və biblioqrafiyanı bilməlidir. Oxuculara xidmətin əsaslarını, kitabxana fondunun uçotunu və saxlanılmasını, kitabların qəbul edilmiş beynəlxalq təsnifat sistemini və kataloqun tərtibini, normalarını, informasiya kommunikasiya texnologiyalarının istifadə tələblərini, informasiyanın axtarılması və strategiyası və texnikasını, əmək qanunvericiliyi, əməyə mühafizəsini, texniki təhlükəsizlik haqqında qanunu, sanitariya, gigiyena və təhlükəsizlik qaydalarını, yanğına mühafizə norma və qaydalarını bilməlidir. Bütün bunların hamısını biz dərslərimizdə keçirik. Bunlar öz yerində. İndi baxırıq namizədlərə olan tələblərə. Suallar ən çox verilir buradan. Deyirlər ki, kitabxana müdiri üçün staj tələb olunurmu? Bəs kitabxana üçün staj tələb olunurmu? Baxaq. Mütləq başlıqda da qeyd olunub, arzu olunanlar da qeyd olunubdur. Mütləq kitabxana müdürlüyü üçün qeydiyyatdan keçirsinizsə də, orta ixtisas təhsiliniz varsa da, kitabxana işi sahəsində 5 ildən az olmayaraq əmək stajınız olmalıdır. Orta ixtisas təhsillisiniz, 5 ildən az olmayaraq əmək stajınız olmalıdır. Və bu, sırf kitabxana işi sahəsində olmalıdır bu stajınız. Ali kitabxanaçılıq və ya ali pedaqoji təhsiliniz varsa da, ola bilsin ki, kitabxanaçılığı bitirmişsiniz, ali təhsilli kitabxanaçısınız və yaxud da ki, kitabxanaçılıq yox, pedaqoji təhsilsiz, ali pedaqoji təhsillisiniz. Bu zaman sizdən 3 ildən az olmayaraq kitabxana işi sahəsində əmək stajı tələb olunur. Əlbəttə, burada da kitabxanaçılıq ixtisası üzrə təhsil olanlara üstünlük verilir. Baxın, bu tələblər kitabxana müdiri üçündür. Yəni, əgər siz bu tələbi ödəmirsinizsə də, kitabxana müdiri kimi qeydiyyatdan keçməyiniz mənə görə məsləhətli deyil. Birdən sabah qaydalar dəyişər, deyərsiniz ki, Vəfa müəllimə bizi belə yönləndirdi, biz kaş belə istiqamətlənərdik. Amma burada qeyd olunanlara uyğun mən fikir bildirirəm də. Sonra, keçirik kitabxana üçün olan tələblərə. Əgər kitabxanaçılığın qeydiyyatından keçirsinizsə də, ümumi orta təhsil. Baxın, ümumi orta təhsil nədir? Məktəb attestatı ilə də, attestatla qeydiyyatdan keçirsinizsə də, 3 ildən az olmayaraq əmək stajınız olmalıdır. Və burada əmək stajı vurğulanmır ki, sırf kitabxana işi sahəsində olmalıdır. Görürsünüzmü, kitabxana müdiri üçün tələbdə göstərilir ki, kitabxana işi sahəsində staj olmalıdır. Amma kitabxanaçıda kitabxana sahəsi üzrə stajı olması tələb göstərmir. Olsa nə gözəl, nə ziyanı var, amma biz minimumu deyirik də. Yəni ki, stajınız olmalıdır, əmək stajınız olmalıdır və şərt qoyulmur ki, burada tələb olmur ki, kitabxana sahəsində stajınız olsun. Bu, ümumi orta təhsil səviyyəsində, yəni attestatla qeydiyyatdan keçəndə. Orta ixtisas təhsiliniz varsa da, yəni kollec diplomunuz, belə deyim də, siz dediyiniz, mənə suallar ünvanlanır, sırf çalışıram ki, verilən suallar kimi də tam izah verim. Deməli, orta ixtisas təhsiliniz varsa da, yəni kollec diplomu ilə müraciət edirsinizsə də, qeydiyyatdan keçirsinizsə də, baxırsınız, burada staj göstərilmir. Nə kitabxana işi sahəsində, nə də
digər sahədə. Deməli, baxın, belə vurğulanır. Kitabxanaçı, ümumi orta təhsil və 3 ildən az olmayaraq əmək stajı, orta ixtisas təhsili. Gördünüz? Burada staj tələb olunmur. Kollec diplomunuz varsa da, staj tələb olunmur. Ali təhsiliniz də ola bilər. Yəni, bu demək deyil ki, ali təhsili olanlar kitabxanaçılığa imtahanda iştirak edə bilməz. Olar. Sadəcə, yenə deyirəm, burada minimum tələblər qoyulubdur da. Artıqlaması varsa da nə gözəl. Magistratura təhsiliniz varsa nə gözəl. Ali təhsiliniz varsa, misal üçün deyirəm, nə gözəl. Deməli, kitabxanaçılıq ixtisası üzrə təhsili olanlara üstünlük verilir. Bu, rəqabətdədir də. Bilirsiniz necə? Tutaq ki, yer üçün 5 namizəd var. Bunların içərisindən birində kitabxanaçılıq ixtisası üzrə təhsillidir. Kitabxanaçılıq təhsili var. O zaman üstünlük həmin şəxsə veriləcək. Belə, baxın, bu kitabxana müdiri üçün olan tələblərdir, bu da kitabxanaçı üçün olan tələblərdir. Ümid edirəm ki, mən bu hissəni tam aydın izah edə bildim, nəzərinizə çatdıra bildim və qaydalar da bu formadadır. Yəni, göstərilən cədvələ uyğun mən də çalışdım ki, aydınlıq gətirəm bu məsələyə. Həddən artıq çox sual var bununla bağlı. Sonra göstərilir kitabxana sistemlərində işləmə bacarığı, kitabxananın fonduna daxil olan çap məhsullarını və elektron resursların qeydiyyatını təmin etmək. Burada plana uyğun iş və hesabat hazırlama bacarığı. Sonra kitabxana fondunun çotu kitabında müntəzəm qeydlər aparmaq. Word, Excel, PowerPoint, internet resurslarından istifadə bacarığı. Deməli, siz bu qeydiyyatları həm də internet resurslarından istifadə edərək aparmalısınız. Kitabxana fonduna daxil olan çap məhsullarının və elektron resurslarının ənənəvi və elektron kataloqlarını tərtib etmək. İndi bu kataloq nədir? Sonra, yəni burada göstərilən anlayışlar var ki, əlbəttə ki, kitabxanaçılıq sahəsi üzrə staj olmayanlar üçün bu aydın deyil bu hissələr. Bunları biz inşallah ki, dərslərimizə keçirik. Deməli, kitabxana fonduna daxil olan çap məhsullarının və elektron resursların ənənəvi və elektron kataloqlarını tərtib etmək. Həm ənənəvi, həm də elektron formasını tərtib etməlisiniz. Kitabxanaya daxil olan dövrü nəşrləri müvafiq təsnifata uyğun kartotekasını yaratmaq, yeni ədəbiyyat haqqında oxuculara müntəzəm olaraq məlumat vermək, sonra sərgilər keçirmək, nə bilim, yəni burada deməli, bilsiz necə, bu hissələrin haqqında dərs prosesində geniş formada danışırıq. Çalışıram ki, videom qısa olsun, çox yormayım sizi. Sonra kitabxana xidmətinin səviyyəsini müntəzəm olaraq artırmaq. İş şəraiti. İş rejimi qanunvericiliklə müəyyən edilmiş qaydadadır. Yəni, qanunvericilik də 8 saatlıq iş rejimi müəyyən eləyir və əlbəttə ki, kitabxanaçılar üçün də bu cürdür. Müəllim, şagird valideynlərlə əməkdaşlıq mühiti, müəssisənin daxili qaydalarına riayət etmək. Gözləntilər nələrdir? Rəhbərlik və digər pedaqoji işçilərlə əməkdaşlıq etmək, kitabxananın idarə olmasında dəqiqlik və məsuliyyətli olmaq, kitabxana fondunun təşkili və idarə olmasında beynəlxalq təcrübənin araşdırılması, müsabiqə prosesinin haqqında burada məlumat verilir. Müsabiqə 4 mərhələdən ibarətdir. Qeydiyyatdan keçmək, bu bir mərhələ, test imtahanı, müsahibə və vakant yer üzrə yerləşdirmə. Test və vakant yer üzrə yerləşdirmə. Qeydiyyat mərhələsində namizədlər link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Məlumatlar yoxlandıqdan sonra müsahibəyə dəvət olunan namizədlərə SMS bildirişi göndəriləcək mobil telefonunuz üzərindən. Test mərhələsində namizədlərə 90 dəqiqə ərzində 40 sual təqdim ediləcək. Vəzifə üzrə hər biri 2 bal olmaqla 20 sual. Vəzifə üzrə 2 bal veriləcək də. Amma İKT üzrə 1 baldır, məntiq üzrə də 1 bal olmaqla. Deməli, 10 məntiq, 10 İKT, 20 ixtisas. Vəzifə üzrə, daha doğrusu vəzifə üzrə. Burada vəzifə üzrə dedikdə, burada deməli, kitabxanaçıya aid olan məqamlardan sual veriləcək. Həm də ki, qanunvericilikdən. Qanunvericilikdən də burada suallar olacaq. Deməli, biz hansı hissəni izah edirdik, üzrlü sayın, həmin hissəni itirdim. Deməli, məntiq keçid balı minimum 35 baldır. Keçid balı da müəyyən edilibdir, 35 baldır.
Müsahibə mərhələsi. Müsahibə mərhələsində namizədə 15-20 dəqiqə ərzində ixtisas üzrə açıq və praktik suallar veriləcək. Praktik suallar dedikdə, siz praktik suallar necə olur? Oxuduğunuz qanunları tətbiq etməyi bacarırsınızmı? Məsələn, kitabxana haqqında qanunu oxuyursunuz, onu tətbiq etməyi bacarırsınızmı? Elə suallar qurulur ki, burada siz o qanuna əsaslanaraq cavab verməlisiniz. Məsələn, belə bir sual verilə bilər. Deyir ki, sizə deməli sizdən kitab götürüblər. Mən qısa bir stasiya tipli çalışacağım, sual hazırlayım. Deməli sizdən kitab götürüblər. Siz o kitabın geri qaytarmasını istəyirsiniz. Kitabı geri qaytarmır. Siz bununla bağlı nə etməlisiniz? Bunun haqqında, kitabxana haqqında qanunda göstərilir. Məsələn, kitabxana yararsız hala salınıbsa 10 misli ondan, deməli onun miqdarının 10 misli qədər ödəniş tələb edilməlidir. Bu hətta məhkəməyə qədər gedib çıxa bilir. İndi biz onların xırdalıqlarla izahlarını qeyd eləyəcəyik. Yəni suallar bu tipdə olur. Siz qanunu oxumalısınız ki, praktiki suallara da cavab verə bilərsiniz. Praktiki sualları qanunvericiyə əsaslanıb, yəni necə deyim, şifahi hansısa öz bildiyiniz kimi cavab verə bilməzsiniz də. Siz bunu qanunvericiyə əsaslanıb cavab verməlisiniz ki, müsahibənizin balı da yaxşı olsun. Bal hesablanır. Deməli, 15-20 dəqiqə ərzində praktiki suallar veriləcək. Açıq və praktiki. Vakant yer üzrə yerləşdirmə mərhələsi. Müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmə imkanı kitabxana müdiri, kitabxanaçı vəzifəsinə işə qəbul üzrə müsabiqədə minimum tələb ödəyən şəhid ailəsi üzvlərinə veriləcək. Baxın, sizlərlə hər kəs qeydiyyatdan keçə bilir. Sizlərlə qeydiyyatdan keçib, testdən keçib, müsahibədən keçib, bütün mərhələləri uğurla tamamlayanda və sonda sizlər arasında şəhid ailəsinin üzvü varsa, seçim birinci onlara təqdim olunacaq. Yerləşdirmə zamanı, əlbəttə ki, sonradan da sizlərə. Yerləşdirmə zamanı müsabiqənin uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Müsabiqənin uğurla keçdikdə deyəndə yenə deyirəm. Qeydiyyatı da tam keçməlisiniz. Qeydiyyatdan sonra testə buraxılmalısınız. Testdən sonra müsahibəyə buraxılmalısınız. Və müsahibədə də uğur qazanmalısınız. Sonda seçim olur da, yəni ki, vakant yer üçün. Eyni bal toplayan namizədlər üçün aşağıdakı meyarlar əsasən prioritet hesab olunacaq. Kitabxanaçılıq üzrə təhsili ali və yaxud da ki, orta ixtisas fərqi yoxdur. Əgər eyni bal toplamısınızsa da üstünlük ona veriləcək. Kimə? Kitabxana üzrə təhsili olanlara. Ali və yaxud da ki, orta ixtisas fərqi yoxdur. Təhsil səviyyəsi. Magistratura, bakalavr, subbakalavr bunlarda varsa da, bax, bunlara tələb veriləcək, üstünlük veriləcək. İş təcrübəsinin çoxluğu. Uğur keçib yerləşdirilməyən şəxslər ehtiyat kadr bazası siyahısına daxil ediləcəklər. Ehtiyat kadr bazasına daxil olan şəxslərin vakant vəzifəyə yerləşdirilməsi növbəti kitabxana müdiri, kitabxanaçı vəzifəsi işə qəbul müsabiqəsinin elan olmasına qədər həyata keçirilə bilər. Lakin 2 ildən artıq müddət nəzərdə tutulmur. Bu nə deməkdir? Siz yerləşdirmə prosesi, siz uğurla keçmişsiniz bütün mərhələləri. Sadəcə olaraq, yenə deyirəm, sizdən öndə kitabxana təhsili olan olubdur, şəhid ailəsinin üzvü olubdur, onlar yerləşdirilib. Siz bütün mərhələləri uğurla keçmişsiniz, amma yerləşdirilməyibsiniz. Çünki yerlər tutulub. O zaman siz gözləyəcəksiniz. Ehtiyat kadr bazasında qalacaqsınız. Gözləyəcəksiniz. Növbəti imtahana qədər. Növbəti imtahandan sonra qüvvədən düşür. Növbəti imtahan da, tutaq ki, misal üçün deyim də, 3 ildən sonra da ola bilər. O zaman 2 il siz qüvvədə qalır sizin ehtiyat bazada. 2 ildən sonra deməli nəzərdə tutulmur. Bu qədər kanalımızın hörmətli izləyiciləri. YouTube kanalımıza abunə olun, paylaşımları bəyənin. Bunlardan, baxın, abunə olmaqdır, bəyənməkdir. Bunlar üçün sizdən nəsə tələb olunmur da, yəni hansısa maddiyyat tələb olunmur. Sadəcə olaraq siz də bizim bu cür sizlər üçün etdiyimiz, deyək ki, paylaşımları bəyənməklə, kanalımıza abunə olmaqla bizi dəstəkləmiş olursunuz. Bu da bizə stimul verir. Hələlik
Hər birinizə uğurlar arzulayıram. Hər biriniz üçün xeyirlisi nədir? O da olsun. Uğurlar.